Biri varmış, biri yokmuş. Bir keçi varmış. Keçinin 3 balası varmış. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm, birinin də Məngülüm. Bu keçi hər gün gedib meşədə və çöldə otlayar. Geri qaydanda buynuzunda ot, ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş. Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildiyə-dingildiyə qapının dalına gəlib soruşarmış. Kimdir? Şəngülüm, Şüngülüm, Məngülüm, açın qapını, mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, buynuzumda ot gətirmişəm. Şəngülüm, Şüngülüm, Məngülüm sevinib tez qapını açarmış. Keçi içəri girib onların otunu, suyunu verərmiş. Yedirdər, içirdər, yatırdarmış. Sabah örüşə gedəndə yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış. Şəngülüm, Şüngülüm, Məngülüm, qurd sizi aldadar, aparar yiyər ha. Hər kim qapını döydü, mən deyən sözləri eşitməmiş açmayın. Günlərin bir günü qurd özünə söz verdi ki, Şəngülüm, Şüngülüm, Məngülümü yiyəcəm. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı. Şəngülüm, Şüngülüm, Məngülüm dingildiyə-dingildiyə qapının dalına gəlib səsləndilər. Kimdir? Qurd dedi. Mənəm, keçiyəm, balalarım, açın qapını. Şəngülüm, Şüngülüm, Məngülüm o saat bildilər ki, qapını döyən anaları deyil, qurddur. Onlara kələk gəlir. Qurd nə qədər yalvardı, qapını açmadılar. Qurd qapını sındırmaq istəyirdi, bir də gördü ki, keçi gəlir. Qaçıb bir kolun dalına girdi. Orada gizləndi ki, görsün keçi qapını necə açır. O biri tərəfdən keçi gəlib qapını döyə-döyə dedi. Şəngülüm, Şüngülüm, Məngülüm, açın qapını, mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, buynuzumda ot gətirmişəm. Şəngülüm, Şüngülüm, Məngülüm oynaya-oynaya gəlib qapını açdılar. Keçi içəri girdi. Həmişəki kimi onlara su, ot, süd verdi. Biraz oradan-buradan söhbət elədilər. Balaları qapının döyüldüyünü söylədilər. Keçi dedi, o xain qurddur. Sonra balaların üzündən öpüb getdi. İndi sizə xəbər verim qurddan. Keçinin sözlərini qurd öyrənmişdi. Koldan çıxıb biraz gözlədi. Sonra yavaş-yavaş gedib qapını döyməyə başladı. Çəpişlər oynaya-oynaya qapının dalına gəlib soruşdular. Kimdir? Qurd səsini keçinin səsinə oxşadıb dedi. Şəngülüm, Şüngülüm, Məngülüm, açın qapını, mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, buynuzumda ot gətirmişəm. Balaları elə bildi ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat Məngülümü yedi. Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı. Onları tapmadı. Keçinin qorxusundan qaçıb getdi. Elə ki qurd getdi, Şəngülüm, Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncdə oturub ağlamağa başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ona cavab verən olmadı. Çəpişlər elə bildilər ki, yenə də qurddur. Ona görə cavab vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, iki buynuz, Şəngülümlə Şüngülüm gördü ki, qapını sındıracaq.
Gəlib qulaq verdilər. Balaca deşikdən baxdılar ki, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu. Bəs Məngülüm hanı? Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi. Yaxşı, qurtla mənimki qalsın. Siz qapını bağlayın, evdə oturun. Bəli, keçi düşdü yolun ağzına. Az getdi, çox getdi, gəlib bir damın üstünə çıxdı. Ayaqlarını yerə döyməyə başladı. İçəridən səs gəldi. O kimdi damın üstünə? Tapır topur döyür damın üstünə. Keçi dedi. Balamı sən yemisən? Tülkü dedi. Yox, mən yeməmişəm. Get qurtdan soruş. Keçi oradan dəmirçinin yanına gəlib dedi. Dəmirçi qardaş, mənim boynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir kasa qaymaq, bir kasa da süd verəcəyəm. Dəmirçi razı oldu. Birazdan keçinin boynuzları qılıncdan da iti oldu. Keçi onun qaymağını, südünü verdi. Keçi getdi çıxdı qurdun damının üstünə. Bu vaxt qurd da bir qazan aş asmışdı. Ocağın üstündə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq töküldü. Onda qurd çağırdı. O kimdi damım üstə? Toz tökər şamım üstə. Aşımı şor eylədi. Gözümü kör eylədi. Keçi cavab verdi. Mən canavar, boynuzum qoşa qoşa, balamı sən yemisən, gəl girək bir savaşa. Qurd cavab verdi. Çox gözəl, gəl savaşa, elə mən səni axtarırdım. Qurd sözünü tamam elədi. Dişlərini qıcıdı, istədi keçini yesin. Keçi ona aman vermədi. Geri çəkilib irəli gəldi. Ona elə bir boynuz vurdu ki, boynuzlar 2 qarış onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını yırtıb Məngülümü çıxartdı, bağrına bastı, gözlərindən öpdü. Qurd qışqırıb dedi. Vay qarnım vay. Keçi dedi. Məngülümü yeməyəydin. Vay qurumsağım deməyəydin. Hain qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm, şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən, gözündən öpdülər, şadlıq elədilər.